gedəcəyik burada. Herkese salam, kanalıma ve YouTube videoma yeniden hoş gelmişsiniz. Bugün yeniden bir vlogla karşınızdayım. Ama bu bir günün değil de bir neçə günün vlogu olacaq toplam. İndi mamamla bir date çıxacaq. Güneş gözümə vurur. Bunu değişmeliyim, biraz belə qoyum. Neyse, mamamla date çıxırıq. Ama öncesinde Trendyol bağlamalarım gəlib. İstəyirəm ki, onları birlikte açaq. Kiçik bir unpacking videosu çəkirik burada indi. Daha sonrasında ise giyinib evdən çıxacağım. İndi gəlin baxaq. 3 dənə məhsul vurmuşdum. Onlar gəlib. Öncelikle bir üst geyim vurmuştum. Rahat, basic bir şeydi. Gəlin birinci ona baxaq. Çok səbirsizliklə gözləyirdim bunu. Çünkü ölçülerini tapa bilmirdim. Sonunda stoku gəlib və mən aldım. Deyəsən aldığıma deyib. Evet, böyle bir şeydi. Buradan böyle iple bağlanacağım. Çok açık gösterdim. Böyle bir lacivert renkte bir üst geyimdi. Maykadı deyək. Hem de bu renkler göz rengimden uyuşur diye sevirəm. Yani bu şekilde basic bir şeylerde yayın kurtarıcı üst geyimleri. Daha sonrasında ise 2 tane ayakkabı sipariş etmiştim. Biri yay için olandı. Biri ise böyle klasik de değil, böyle şık bir şeydi. Bilmiyorum hansı birincidir. Açıram da. Bir bağlama. Aha, bu yay üçün olandı. Bunu razmeri səhv göndəriblər. Ölçüsünü səhv göndəriblər. Ürəyim gedəcək burada. 40 yazılıb burada. Elimdən də düşdü. 40 yazılıb. Bir saniye geyinməliyim. Ay yox, olur. Ama ben 40 giyinmirəm ki. Ben 38 vurup amelli böyük göndəriblər. Bəli dostlar, uzun müddət gözlədiyim o ayakkabının ölçüsünü səhv göndərdilər. Bir şey demeyeceğim. Neyse dayı, neyse. İade edib yenisini vuraram. 40 giyibirəm. Yani ben 38 vurduğum şeye niye 40 göndərirsiniz? Bunu da mı 40 göndərmişsiniz? İnşallah bu düz olar. Biz mutlu başlamıştım. Hevesle başladığım her işin sonu budur. Neyse, baxaq bu nə. Ne olur, sen yaxşı ol. Düş. Sen yaxşı ol. Heç olmayaq. Bu yaxşıdır. Göstərim sizə. Odum bir düzəldim. Belə bir ayakkabıdır. Belə çox belə az bir tabanı var. Rahat, yaylıq ve tozlu göndəriblər. Belə. Bunlar qəşəydi. Bunları gələcək vloglarda geyinərəm, sizə də göstərərəm. Bu qəşəydi. Belə bir şeylər. Hər neysə. İndi çölə çıxıram və belə bir üst geyim almışam özümə. Baxın, belə bir şey. Bu ilin dəbi puantiye, bir də ki bu tip üstlərdə, üst geyimlərdə arxası belə bağlamalı. Bunu bir beyaz şalvarla kombin eləmişəm. Onları geyinib çıxacağım. Belə yəni, sakit dur. Ümid edirəm ki, videomdan zövq alarsınız və sizə xoş izləmələr. Elimde 2 tane yaşıl çipi var. Domestos.
Üstü. Yenidən salam dostlar. Hazırda rəfiqəm bizdədir və mən ona belə bir qəşəng 3 bacı dolması bişirmişəm. Pomidor nətər sürüşdü. Heç nə dedi ki, xoşlayıram. Mən dedim, niyə dolması? Gəl sənə belə bir yemək bişireyim. İndi hazırlaşmışıq. Belə gördüyünüz kimi make-up, saç falan. Gedirik kofe içməyə. Və uzun müddət görüşmürük. Uzun söhbətlərimiz var. Gedirik o söhbətləri danışmağa. Yəni ki, belə. Bu kadar. Davay. Davay, sağ olun. Dostlar geldi oturduk second cup'da rəfiqəm Zeynəblə. Heç nə, indi illərin söhbətini eləyəcəyik burada. Biz bir sinifdə oxumuşuq bu arada. İkinci sinifdən bir yerdə oxuyuruq. Yəni o illərdən bu illərə hər şeyi danışmağı planlayırıq burada. Bu arada mən vanilli bir ice latte götürdüm. Vanil siropunu və çox bəyəndim. Qəşəng idi. Yine bir şey götürüb. İtalyan soda götürüb. Mango, nə götürdün? Peach şaftal. Hə, mango şaftal götürdü və bu da qəşəngdir. Gələndə yoxlaya bilərsiniz.